Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Esselamu aleykum möhtərəm müsəlmanlar. Bugün danışmaq istədiyim mövzu mülayimliklə bağlıdır. Çünki son dönəmdə mülayimliyin insanlar arasında sərtliyin artdığının şahidi oluruq. Ayşə radiyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. İzə əradəllahu bi əhli beytin xayran ədxalə aleyhimur rifq. Əgər Allah bir ailə üçün xeyir istəyərsə, onların arasına mülayimlik salar. Və həmçinin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. İnnallâhə izə əhəbbə əhlə beytin ədxalə aleyhimur rifq. Şübhəsiz ki, əgər Allah bir ailəni sevərsə, onların arasına mülayimlik salar. Onlara mülayimlik bəxş edər. Hər bir ailə Allahın xeyir istədiyi ailədəndirmi? Və ya Allahın sevdiyi ailədəndirmi? Bunu bilməsi üçün öz ailəsinə baxması, özlərinə sual verməsi kifayət edir. Əgər Allahın sevdiyi və onlara xeyir istədiyi ailələrdəndirsə, insanlar bir-biri ilə həqiqətən də mülayim, yumşaq davranarlar. Yox, əgər ailə baxıb görsə ki, onların arasında mülayimlik yoxdur, o zaman Allahın xeyir istədiyi ailələrdən olması üçün, Allahın sevdiyi ailələrdən olması üçün bir-birləri ilə çalışmalıdır, mülayim davransın. Həmçinin Abdullah ibn Muğaffəl radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. İnnallâhe rafiqun yuhibbur rifqa. Şübhəsiz ki, Allah mülayimdir və mülayimliyi sevir. Və yu'ti aleyhi mə la yu'ti aləl-unf. Və mülayimliyə, yəni və sərtliyə görə vermədiyini, bəxş etmədiyini mülayimliyə görə bəxş edər. Yəni, insan xeyir istəyirsə, onu sərt yolla əldə edə bilmir, amma Allah subhanahu wa ta'ala insanın sərtliklə əldə edə bilmədiyini yumşaqlıqla bəxş edir, yumşaqlıqla ona verir. Yəni, görürük ki, insanlar bəzən bir-birləri ilə sərt davranaraq istədiyinə nail olmaq istəyir, amma nail ola bilmir. Əksinə, biraz yumşaq davrandıqda, mülayim davrandıqda həqiqətən də görür ki, istədiyini əldə edə bilir. Subhanəkallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.